Həriyə bir ağac əkək, təbiəti qoruyaq aksiyası keçirilir. Qobustan rayonunda ağac əkmə kampaniyası bugündən start götürür. Qeyd edək ki, aksiya Qobustan Ərəbqədim kənd avtomobil yolunun kənarında yol boyunca davam etdirilir. Məqsəd ekologiyanın qorunması və təbiətə diqqət. Aksiya çərçivəsində 300-dən çox eldar şamı, həmişəyaşıl ağaclar, gül kolları və meyvə ağacları əkilib. Qobustan rayon Ərəbqədim kənd sakinlərinin təşəbbüsü ilə həyata keçirilən aksiyada 200-dən çox vətəndaş iştirak edib. Ağaclara aqrotexniki qulluq göstərilib. Biz də Ərəbqədim sakini olaraq, Ərəbqədim cəmiyyəti olaraq bu aksiyada iştirak elədik. 300-dən çox Ərəbqədim yolunda ağac əkmişik. Hamı bu aksiyada aktiv iştirak edir. Könüllü şəkildə, bəli. Bu gün Qobustan rayonunun Ərəbqədim kəndində demək olar ki, bugünkü ağac əkmə aksiyasında təxminən bir 50-yə yaxın xanım iştirak edir ki, o xanımlar hansı ki, bugün Ərəbqədim kəndinin hüdudlarından kənarda yaşayır. Bakı şəhərinin ətrafında, digər yerlərdə yaşayırlar. Aksiyamızda 300-dən yuxarı ağac əkilib, kənd əhalisi yüksək səviyyədə iştirak edib. Bu birlik bərabərlik Ərəbqədim cəmiyyətinin ekologiyanın naminə keçirdiyi bir aksiya oldu. Həm də kəndimizdə quruculuq, abadlıq işlərinin başlanğıcı olaraq bu aksiya keçirilir.